Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Hər birinizi gündəm verilişində salamlayırıq. Son günlər İranda baş verən hadisələr, xüsusilə də Güney Azərbaycanın mərkəzlərindən biri olan Təbriz şəhərində müşahidə edilən vəziyyət ciddi narahatlıq doğurur. Dünən şəhərin Vəliəsr bölgəsində yerləşən dövlət məktəblərinin bağlanması və təhlükəsizlik tədbirlərinin kəskin şəkildə gücləndirilməsi regionda gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Məlumatlara görə Təbrizdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə Sepah, şəhər üzərində faktiki nəzarəti ələ alıb. Yaşayış və hökumət binalarının damlarında silahlı şəxslərin yerləşdirilməsi, tankların, zirehli avtomobillərin və nəzarət məntəqələrinin qurulması şəhərdə gündəlik həyatı demək olar ki, iflic vəziyyətinə salıb. Paralel olaraq vətəndaşlardan gələn məlumatlar da vəziyyətin yalnız təhlükəsizlik tədbirləri ilə məhdudlaşmadığını göstərir. Bildirilir ki, şəhərdə mülki şəxslərə qarşı təzyiqlər artıb, təhqir və zorakılıq halları qeydə alınıb. Xüsusilə 15 yaşlı bir yeniyetmənin döyülməsi ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi rezonans doğurub. Bu mənzərə təkcə Təbriz üçün deyil, ümumilikdə İran daxilində sosial-siyasi gərginliyin hansı həddə çatdığını da ortaya qoyur. Bəs Təbrizdə tətbiq olunan bu sərt hərbi nəzarət hansı təhlükəsizlik narahatlıqlarından qaynaqlanır? Hakimiyyətin belə geniş miqyaslı tədbirlərə əl atması daxili sabitlik baxımından nə deməkdir və bu proseslərin regiona mümkün təsirləri nədən ibarət ola bilər? Bu və digər sualları siyasi ekspert Müşfiq Abdulla ilə müzakirə edəcəyik. Müşfiq bəy, xoş gördük sizi. Xoş gördük Aynur xanım. Müşfiq bəy, Təbrizdə məktəblərin bağlanması və şəhərin faktiki olaraq hərbi nəzarətə götürülməsini necə qiymətləndirirsiniz? Sizcə bu addımlar real təhlükəsizlik təhdidlərinin nəticəsidir, yoxsa hakimiyyətin cəmiyyəti nəzarətdə saxlamaq üçün verdiyi preventiv mesajdır? Ümumilikdə İranda baş verən etiraz aksiyalarının, qətliamlar və kütləvi həbslər yolu ilə yatırılmasına baxmayaraq, hakimiyyətin güc tətbiq etməkdə davam etməsi, yenə də kütləvi şəkildə bütün şəhərlərdə zorakılığın davam etməsi, o cümlədən də Təbrizə fövqəladə vəziyyət elan edilərək Sepahın ordu birləşmələrinin yeridilməsi göstərir ki, rejim yenidən etiraz aksiyalarının baş qaldırmasından narahatdır. Bunun da konkret səbəbləri var. Çünki İran rejimi faktiki olaraq ölkədə iqtisadi və siyasi sabitliyi təmin etmək gücündə deyil. Bunun üçün bütün resursları tükənib, xalq arasında legitimliyini və nüfuzunu itirib. Ona görə də ölkədə etiraz aksiyalarının yenidən bərpa olunacağı istisna edilmir. Bu da bir neçə səbəblə bağlıdır. İlk növbədə iqtisadi amilə nəzər salaq. Ölkədə baş verən iqtisadi böhran davam edir, daha da dərinləşməkdədir. İnflyasiya, yoxsulluq, eyni zamanda İran realının dəyərinin sıfıra düşməsi, dollar və deməli avro qarşısına dəyərini tamamilə itirməsi, bütün bunlar onu göstərir ki, İranda iqtisadi sabitliyi, makroiqtisadi, elə hətta mikroiqtisadi sabitliyi tezliklə bərpa etmək mümkün olmayacaq və bu da yenidən xalqın ayaqlanmasına gətirib çıxara bilər. Bu bir faktor. İkincisi, İranda zaman zaman sabitliyi bərpa etməyin başqa bir amili ideoloji amili olur. Lakin bu son vaxtlar xalq teokratik rejimdən tamamilə bezib, hakim ideologiyadan imtina edib və nəticədə bugün İran cəmiyyəti, bütün xalqlar, İranda yaşayan bütün xalqlar, İran cəmiyyəti dünyəvi bir dövlətin, dünyəvi bir cəmiyyətin qurulması uğrundan mübarizə aparır və teokratik rejimdən imtina edir. Ona görə də bugün İranda ideoloji faktor da aradan qalxıb. Bugün İranda üçüncü bir məsələ də var ki, artıq İranda rejimin kökünü yaxınlaşdıra biləcək üçüncü bir amil də var ki, bu da xarici müdaxilə faktorudur. Bütün bunlar, yəni artıq bilirik ki, Amerika Birləşmiş Ştatları artıq deməli İran yaxınlığında, yaxın şərqdə özünün qırıcı təyyarələrini, təyyarə daşıyan gəmilərini toplayır. Eyni zamanda digər tərəfdən isə Çin 16 təyyarə hərbi yardım göndərməsi, bütün bunlar onu göstərir ki, Çinin İranda
tezliklə böyük bir qarşıdurma baş verə bilər. İrana xarici müdaxilə qaçılmazdır və belə olan halda İranda xalq kütlələri yenidən ayağa qalxacaq. O cümlədən də İranda yaşayan qeyri-fars xalqlar, müstəmləkə şəraitində yaşayan xalqlar ayağa qalxıb özlərinin milli azadlıq hərəkatı, milli azadlığını tələb edəcək və burada ilk sırada Cənubi Azərbaycan, Güney Azərbaycan türkləri gəlir. Çünki Güney Azərbaycan türkləri ən çox hüquqları tapdalanan etnik toplumdur. Ən çox zaman tarixən ən çox hüquqları tapdalanan, ən çox repressiyalara məruz qalan, həm də sayca digər millətlərlə müqayisədə ikinci ən böyük toplumdur. Ona görə də Güney Azərbaycanın bu məsələdə ayağa qalxması ehtimalı bu saat mərkəzi hakimiyyəti İranda çox qorxudur, çox narahat edir. Bax, mən hesab edirəm ki, Təbrizə ordu birləşmələrinin yeridilməsi də mümkün ehtimal ki, xalq hərəkatını qanla boğmaq üçün preventiv bir addımdır, bəri başdan hesablanıb. Mən diqqətinizə bir faktorda nəzərdə çatdırım ki, ümumiyyətlə biz son 107 ildə baş vermiş deməli proseslərə, qlobal proseslərə nəzər salsaq, 1918-ci ildə, yəni Birinci Dünya Müharibəsinin başa çatmasından sonra ötən 107 ildə 4 dəfə dünya düzəni dəyişir. Və bunun 4-ündə də Azərbaycan məsələsi gündəmə gəlib. 18-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulub. İkinci Dünya Müharibəsindən sonra İran dağılmaq ərəfəsində idi və həmin vaxt Güney Azərbaycan istiqlaliyyətini əldə edib, 21 Azər hərəkatı olub və nəticədə sonra SSR, Amerika və Britaniya arasında razılaşmaya olaraq bu deməli reallaşa bilmədi bu istəyimiz, arzumuz. Amma faktiki olaraq Güney Azərbaycan müstəqilliyini əldə etmişdi. Sonra soyuq müharibədən sonra 1989-cu ildə Berlin divarının dağılmasının ardınca Güney Azərbaycanla Azərbaycan SSR arasındakı sərhəd məftilləri söküldü. Orada da bir hərəkat başlanıldı və o vaxtdan başlanan milli hərəkat şimal hissə dövlət müstəqilliyini əldə etdi. Cənub hissə deməli milli hərəkat davam edir və indi yenidən yeni dünya düzəni formalaşır. Və Avrasiya materikində baş verən bu proseslər İrana və o cümlədən də Güney Azərbaycana təsirsiz ötüşmür və bunu İranda da çox gözəl bilirlər. Bilirlər ki, Güney Azərbaycan məsələsi yenidən gündəmə gələcək, yenidən müstəqilliyini əldə edə bilərlər. Ona görə də indidən bütün güc yolu ilə, bütün resurslarını, hərbi resurslarını yönəltməklə İran bunun qarşısını almaq istəyir. Amma düşünürəm ki, İran elə bir vəziyyətə gəlib ki, bunun qarşısını almaq İran üçün heç də asan olmayacaq. Aydındır, təşəkkür ederim Müşfiq bəy, fikirlərinizi bölüşdüyünüz üçün. Çox sağ olun. Buyurun. Beləliklə, Təbrizdə baş verənlər göstərir ki, İran daxilində gərginlik artıq lokal etiraz və narazılıq çərçivəsindən çıxaraq təhlükəsizlik böhranı mərhələsinə yaxınlaşır. Hakimiyyətin sərt hərbi tədbirlərə üstünlük verməsi vəziyyəti qısa müddətli nəzarət altına ala bilər, lakin uzun müddətli perspektivdə bu yanaşmanın daha dərin sosial və siyasi nəticələr doğuracağı istisna edilmir. Mövcud mənzərə region üçün də riskləri artırır və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi açıq olaraq qalır. Biz mövzunu diqqətlə saxlayacaq və baş verən yeniliklərlə bağlı sizi məlumatlandıracağıq. Sağ olun, sağlıqla qalın.